Şək yoxdur ki, uluhiyyət tövhidi bəşəriyyəti islah etmək üçün ən əzəmətli, ən kamil, ən əfsəl və ən vacib əsaslardandır. Uca Allah cinləri və insanları yalnız bunun üçün yaratmış, məhz buna görə məxluqatı xəlq etmiş və qayda qanunlar qoymuşdur. Bu tövhid olduğu yerdə zahidlik və düzgünlük hökm sürür, aradan qaldırıldıqda isə şər və fitnə fəsad meydana gəlir. Məhz buna görə də tövhid bütün peyğəmbərlərin dəvətinin məğzini, peyğəmbərlik missiyasının qayəsini və onların dəvətinin əsasını təşkil etmişdir. Qurani Kərim bir çox ayələrdə bildirir ki, üluhiyyə tövhidi elçilərin dəvətinin açarı hesab edilir. Uca Allah buyurur, biz hər ümmətə Allaha ibadət edin, tağutdan uzaq olun deyə elçi göndərdik. Ən-Nəhl surəsi 36-cı ayə. O həmçinin buyurur, səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa heç bir məbud yoxdur, mənə ibadət edin deyə vəhy etməyək. Əl-Ənbiya surəsi 25-ci ayə.